Salam, hər vaxtınız xeyirli olsun. Ədədi ardıcıllıqlar və silsilələr bölməsindən qəbul imtahanlarına düşmüş sualların izahlarına baxırıq. Birinci, ardıcıllıqlardan hansı həndəyə silsilə əmələ gətirir? Həndəyə silsilə D variantına baxaq. D variantında 3-də 1, -12-də 1, 48-də 1 və buradan biz görürük ki, 3-də 1, -12-də 1. -4-də 1-ə vurub, -12-də 1 də -4-də 1-ə vurub 48-də 1 alınıb. Yəni silsilə vuruğu eynidir. Onda bu həndəyə silsilə əmələ gətirəcək. Digər variantları yoxlasaq, görərik ki, ödəmir. İkinci sual. İkinci sualda ədədi silsilədə A5-in kvadratı çıxılsın A1-in kvadratı bərabərdir 336. A kvadrat çıx B kvadrat kimi parçalayaq. A5 çıx A1, A5 üstə gəl A1. 336. A5-in yerinə mən qoyuram A1 üstə gəlinsin 4-dir. A1 üstə gəlinsin 4-dir. Burada da qoyuram A1 üstə gəl 4-dir. Üstə gəl A1. Burada da bir dənə çıxılsın A1 var, onu da yazaq. Bərabər 336. Bu A1 ilə bu A1 getdi, qaldı 4-də. Burada da 2 dənə A1 üstə gəl 4-dir. Bərabər 336. Buradan da 2-ni çıxartdım mötərizə xaricinə. 8 də bərabərdir A1 üstə gəl 2-dir. Bərabər 336. A1 üstə gəl 2 də mənə A3 verir. A3'ü də mənə 14 verib. Onda 8D vurulsun 14 bərabərdir 336. Onda D nəyə bərabərdir? D bərabərdir 336-nı 80, o da ki 112'ye böləndə 3 eləyir. D 3'dür. Onda A3 nəyə bərabərdir? A1 üstə gəl 2D. A3 14'dür, D də 3'dür. A1 üstə gəl 6 bərabərdir 14'ə, A1 elədi 8. Cavab A variantı. Üçüncü sual. B'nin həndəyə silsiləsində B1 vurulsun B11 bərabərdir kökdə 3 B9. Olarsa B1 vur B2 vur B3 vur B4 vur B5 hasilini hesablayın. Əvvəlcə gəlin bunu sadələşdirək. B1 vurulsun B11'in yerinə yazıram. B1 vurulsun 2 üstü 10 bərabərdir. Kökdə 3'ün yerinə kökdə 3 vurulsun B9'un yerinə də yazıram. B1 vur 2 üstü 8. B1'lər getdi. 2 üstü 8'lər buradan getdi. Qaldı B1 kök kvadrat bərabərdir kökdə 3'ə. Bu da eləyir B3 bərabərdir kökdə 3'ə. Yaxşı. İndi B1 vur. B2'nin yerinə B1 kü. B3'ün yerinə B1 kü kvadrat. B4'ün yerinə B1 vur Q kub, B5'in yerinə B1 vur Q üstü 4 yazıram. Bərabərdir. 1, 2, 3, 4, 5. 5 dənə B1'dir. B1 üstü 5. Külər də üstlərini toplasam eləcək Q üstü 10. Mən də bunu yazıram B1 Q kvadratın üstündə 5. B1 Q kvadrat məndə kökdə 3'dür. Olacaq kökdə 3 üstündə 5. Bu da kökdə 3 üstü 4 mənə verildi. Deməli neçə? 9. Bir dənə də vurulsun kökdə 3. Cavab elədi D variantı. Dördüncü sual. A-nin həndə ədədi silsiləsinin ilk n ədədinin cəmi Sn bərabərdir 2n vurulsun n üstə gəl 1. Düsturlu hesablanır. A8'i tapın. Biz deyirdik ki AK nəyə bərabərdir? SK çıxılsın SK minus 1. Onda A8 nə olacaq? Olacaq S8 çıxılsın S7. S8 hesablayıram. 2 vur 8 16. O da vur 9 144. S7'ni hesablayıram. Eləyir 112. Onda A8 nəyə bərabərdir? 144 çıx 112. Bu da elədi 32. Beşinci sual. Beşinci sualda görə nə deyir? Həndəsi silsilədir. Həndəsi silsilədə B1 vur, B4'ün yerinə B1 kükub,
B10'un yerine B1 Q üstü 9 bərabərdir 8. Bu da eləyir B1'in kubu vur Q üstü 12 bərabərdir 8. B1 Q kvadratın deməli B1 Q üstü 4'ün kubu bərabərdir 8. Bu da neydi? B1 Q üstü 4 ile B5'dir. B5'in kubu bərabərdir 8. 8 de 2'nin kubu olduğundan B5 deməli 2'dir. B3 vur B7'ni tapın. B3'ün yerine B1 Q kvadrat, B7'nin yerine B1 Q üstü 6 yazıram. Bu da eləyir B1'in kvadratı Q üstü 8. Yani B1 Q üstü 4'ün kvadratı. B1 Q üstü 4 B5'dir. B5'in kvadratı. Yani 2'nin kvadratı elədir 4. D variantı. 6. 120 ədədi ümumi həddi AN bərabərdir. N kvadrat çıxılsın 11N üstə gəl 110. Olan ardıcıllığın neçənci həddidir? 120 ədədi ümumi həddi neçənci həddidir? Gəlin N kvadrat çıxılsın 11N üstə gəl 110 bərabərdir 122. Buradan da N kvadrat çıxılsın 11N. 110'dan da 122 çıxanda eləyir mənfi 12. Bərabərdir 0. Bu da N çıx 1. N üstə gəl 1. N çıxılsın 12'dir. Qruqları bərabərdir 0. Buradan N bərabər mənfi 1 alınır. Mənfi ola bilməz. N bərabərdir 12 alınır. Deməli cavab 12'dir. D variantı. 7. B5 8, B7 72 olarsa silsilə vuruğunu tapın. B7'ni yazıram. B1 Q üstü 6 bərabərdir 72. B5'i de yazıram. B1 Q üstündə 4 bərabərdir 18. Tərəf-tərəfə bölsəm bunları. B1'lər getdi. Q üstü 6'nı Q üstü 4'ə böləndə üstlər çıxılır, qalır Q kvadrat. 72'ni 18'ə böldüm 4. Buradan da Q elədi plus minus 2. Cevap bu variant. 8. Birdən başlayarak en azı neçə ardıcıl natural ədəd götürmək lazımdır ki, onların cəmi 120'dən böyük olsun. Birdən n'ə qədər ədəd götürmək lazımdır. Tutaq ki, birdən n'ə qədər də ardıcıl ədədlərin cəmi n vurulsun n plus 1 bölünsün 2'dir. Cəmi 120'dən böyük olması üçün böyükdür 120 bərabərsizliyin həll edirik. Bu bərabərsizliyi deməli həll edək. N kvadrat üstə gəl n çıxılsın 240 böyükdür 0. Diskriminantı neçə eləyəcək bunun? 1 üstə gəlinsin 800 960 eləyir. Bu da eləyir 961. 961'dən də kök neçə çıxır? 31 çıxır. Onda eləyəcək mənfi 1 üstə gəl 31 bölünsün 2. Bu da elədi 15. Deməli ən azı 15 olmalıdır ki, olsun 15 vur 16 böl 2. 16 böl 2 8, 8 15'ə dəydi, oldu neçə? 120. Deməli 15 olanda 120'ye bərabər olur. Onda 120'dən böyük olması üçün ən azı 16 olmalıdır artıq. Çünki ilk 15 həddin cəmi nə elədi? 15 vur 16 böl 2. Bu da eləyir 120. Deməli nə olmalıdır? 15'dən böyükdür. O da ən azı 16 ola bilər bu variantı. 9. Hansı əndə silsilədir? Burada da yoxlayırıq. Silsilə vuruğu eyni olan bu variantıdır. 6, 12, 2 dəfə artıb 12, 24, 2 dəfə artıb. 10. Ardıcıl 100 natural ədəddən ən kiçik və ən böyüyün cəmi 559'dur. Ardıcıl 100 natural ədəd. En kiçiyinə x deyirəm, en böyüyünə x plus 100 deyirəm. Sonra tutaq ki, bu nə deməkdir? Məsələn 1 2 3 bu formada gedirsə, məsələn ardıcıl 3 ədəd, en kiçiyi 1'dir. En böyüyü də nə oldu? Fikir verin. 1 üstə gəl 2. Burada da x üstə gəl 99 yazarım. 99 üstə gəl 2. Məsələn ardıcıl 4 ədəd desə 1 2 3 4. Nə oldu? En kiçiyi 1'dirsə en böyüyü
En böyüğü. Ardıcıl 4 dediği için artık en böyüğü 1 üste gel 3 olur. Daha 1 üste gel 4 olmur. Ardıcıl 4 dediği için. X plus 99 bu da x. Cəmi elədi 2x plus 99 bərabərdir 559. 2x bərabərdir. Bunların fərqi 460 eləyir. X də eləyir 462'ye böləndə 230. Bu ədlərin kiçiyi 230'dur bu variant. 11-ci sual. Həndəs silsilə əmələ gətirən 3 ədədin hasili 216'dır. B1 vur B2 vur B3. Götürürəm. Tak 3 dənə ədəddir. Hasili 216 olsun. Buradan B1 vur B2'nin yerinə B1 küp, B3'ün yerinə B1 küp kvadrat bərabərdir 216'ya. B1'in kubu vur Q'nun kubu bərabərdir 216 6'nın kubudur. Kublar getdi. B1 küp bərabərdir 6'ya. Yəni B2 bərabər 6'ya. Sonra bunların ədədi ortası. B1 üstə gəl B2 üstə gəl B3 bölünsün 3 bərabərdir 26 bölü 3. Bunlar getdi. B2'nin yerinə 6 qoydum. B1 üstə gəl B3 26 çıx 6 elədi 20. Və burada da B2'nin yerinə 6 qoyanda B1 vurulsun B3 eləyir 216 bölü 6 36. Cəmi 20 hasili 36 olan ədəd. Deməli biz buradan gəlin B1 və B3'ü tapaq təniklər sistemindən əvəzləmə ilə gedə bilərik və yaxud da ki elə B1'ə 2, B3'ə 18 deyə bilərik. B2 də bizdə 6 olduğundan həqiqətən silsilə vurğu da 3'dür. Bu ədədlərdən böyüyü də 18'dir C variantı. Daha bir də təniklər sistemini həll eləməliyik. 12. Ədəri silsiləsində A1 mənfi 3, D1 tamında 2 olarsa ilk 11 ədədin cəmini tapın. S11 bərabərdir 2 dənə A1 üstə gəlinsin 10D bölü 2 vur 11. A1 də varımızdır, D də varımızdır. Yerinə qoyub yaza bilərik. Yerinə qoyub hesablamaq özünüz eləyərsiniz. 13. Ədəri silsilədə A5 üstə A6 üstə A18 üstə A19 60 olarsa 64 olarsa ilk 23 ədədin cəmi. A5'in yerinə A1 plus 4D. A6'nın yerinə A1 plus 5D. A18'in yerinə A1 plus 17D. Və A19'un yerinə yazıram A1 plus 18'dir. Bərabərdir 64. 1, 2, 3, 4. 4 dənə A1. 4D, 5D, 9D. 17, bu da 18, 20, 35. 35 da 9, elədi 44'dir. Bərabərdir 64. 4'ə böldüm hər tərəfi. A1 üstə gəl 11D bərabərdir 64. Yaxşı. S23 nəyə bərabərdir? S23 2 dənə A1 üstə gəl 22D bölü 2 vur 23'dür. Və biz də buradan 2'ləri ixtisar eləsək A1 üstə gəl 11D vur 23. Bu da 64'ü 23'ə vurursunuz. 64 4'ə bölünür. Burada 16 qalır. Üzr istəyirəm. 16'nı da 23'ə vurursunuz. Cevabı yazırsınız. 14. İlk 4 həddinin cəmin tapın. İlk 4 həddin cəmin tapın deyirsə 14-cü sual. B4 bərabərdir, üstə gəl B5 bərabərdir 72. B4 bərabərdir 2B3. B4'ün yerinə B1 kub, B3'ün yerinə B1 kvadrat yazıram. B1'lər getdi, küplər getdi, qaldı Q bərabər 2. Onda B4'ün yerinə B1 üstə gəl, B1 kub üstə gəl B1 üstü 4 bərabərdir 72. B1 çıxdı qırağa, 2'nin kubu 8, 2 üstü 4 16. 72. 72 də 24'ə 3 dəfə bölünür. B1 eləyir 3. İlk 4 həddinin cəmi. S4 bərabərdir. B1 vurulsun 2 üstündə 4 çıx 1 bölünsün 2 çıx 1. Onda buradan B1 məndə 3'dür. 2 üstü 4 16 çıx 1 15. Məxrəcə də 2 çıx 1 1. 3 vur 15 elədi 45.
B variantı. 15. Ayın ədədi silsiləsində A9 12 olarsa, bu silsilənin ilk 17 ədədinin cəmini tapın. S17 nə eləyir? 2 dənə A1 üstəgəl 16D bölü 2 vur 17. Mən də buradan 2'ləri ixtisar eləsəm, A1 üstəgəl 8D vur 17. A1 üstə 8'dir də A9 vur 17. A9'u da məndə 12 verib, 12 vur 17. 16. 16'da görürəm ki, nə verib bizə? 16. 5'də 19. Üstəgəl 25'də 91. Üstəgəl 25'də 87. Üstəgəl və s. Üstəgəl ən sonda 25'də 19. Üstəgəl 5'də 3. Aha. Mən burada götürüb bunu da yazıram. 25'də 5'i də 19'a vuranda 50, 45, 95. Bunu da 5'ə vuranda 25'də 15. Görürəm, məxrəclər eynidir. Sürətlər 4 vahid azala gedib. Onda bu deməli D-si silsilə fərqi 25'də mənfi 25'də 4'dür. Sonra mənfi 25'də 4'dür və görək neçə dənə hədd var burada. Hədlərin sayını tapaq. N-i tapaq. Yəni AN bərabərdir A1 üstə gəlinsin N-1 vur D düsturudur. Və burada A1 bizdə 25'də 95'dir. Üstə gəl N çıxılsın 1. D-dəki mənfi 25'də 4'dür. Biz bura bir mənfi atsaq olsun 25'də 4. AE'nin özü nəyə bərabərdir? 25'də 15'ə. 25'də 15. Hər tərəfi 25'ə vursaq, bunlar getdi. Qaldı 95 çıxılsın 4N üstə gəl 4 bərabər 15. 95 üstə 4 elədi 99. 99'dan da 15 çıxanda 84. N elədi 21. Deməli biz S21'i tapmalıyıq. S21 nədir? 2 dənə A1 üstə gəlinsin 20D bölü 2 vur 21. İndi A1 məlum, D məlum. Yerinə qoyub hesablamaqdır. Hesablamanı da özünüz apararsınız. 17. B-nin həndə silsiləsində B2 vurulsun B22 bərabərdir kökdə 2 vur B19. Olarsa B3 vur B4 vur B5 vur B6 vur B7'ni tapın. 1, 2, 3, 4, 5 eləyəcək B1 üstü 5. Burada Q kvadratdır, burada 3'dür, burada 4'dür, burada 5'dir, burada Q üstü 6'dır açılışında. 2 üstü 3, 5, 5'in 10, o da 10 elədi 20. Bizdən B1 üstü 5, Q üstü 20'ni soruşur. Yəni B1 Q üstü 4 üstündə 5. Bunu sadələşdirdi. İndi gəlin bizə verilən bunu sadələşdirək. B2'ni yerinə yazıram B1 Q, B22'ni yerinə B1 Q üstü 21. Kökdə 2 vur B19'un yerinə B1 Q üstü 18. B1'lerin biri getdi. Q üstü 18'dən də 21 çox 18 qaldı. 3 burada da 1 var. Qaldı B1 Q üstü 4 bərabərdir kökdə 2. Onda bu da eləyəcək kökdə 2 üstündə 5. Kökdə 2 üstü 4 eləyir 4. O da bir dənə kökdə 2 qalır. O 4 kökdə 2 C variantı. Ardı da inşallah ki növbəti videoda ardını izah eləyərik.